Allah'ın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. İndi də Hud surəsindən ayələri oxuyum. Allah'a birlikdə zikr edək. İnşallah. Amin. Başlayaq. Bir neçə ayəni inşallah. Gücüm çatan qədər. Əlif, Bismillahirrahmanirrahim. Əlif, Lam, Ra. Bu ayələri hikmət sahibi, hər şeydən agah olan Allah tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir kitabdır ki, siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən cəhənnəmlə qorxudan və cənnətlə müjdələyənəm. Və Rəbbinizdən bağışlanmanızı diləyin. Və Rəbbinizdən bağışlanmanızı diləyəsiniz. Sonra ona tövbə edin ki, müəyyən bir müddət ömrünüzün sonuna da sizə yaxşı güzəran versin və hər bir əməl sahibinə əməlinin mükafatını ehsan buyursun. Əgər imandan, Allahın dəvətindən, Peyğəmbərin dəvətindən, öyüd nəsihətdən, əgər üz döndərsəniz, bilin ki, mən müsibəti böyük günün, yəni qiyamət gününün sizə üz verəcək əzabından qorxuram. Siz məhz Allahın huzuruna qayıdacaqsınız. O hər şeyə qadirdir. Bilin ki, kafirlər və münafiqlər Allahdan gizlənmək məqsədi ilə 2 qat olarlar, sinələrini bükərlər. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə Allah onların gizli saxladıqlarını və aşkar etdiklərini, hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir. Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də, yəni ölüb dəfn ediləcək yerlərini də bilir. Bunların hamısı açıq-aşkar kitabdadır, yəni lövh-i məhfuzdadır. Ərşi, yuxarı baxırdım, ərşi deyəcəkdim, bir təhər çıxdı ağzımdan. Yəni, hamı başa düşür də, yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah ruzi verənlərin ən yaxşısıdır. Allah onların sığınacaqları burada izah edək ki, ata belindəki, ana bətnindəki və dünyadakı sığınacaqlarını da əmanət qoyulacaq, yəni ölüb dəfn ediləcək yerlərini də bilir. Bunların hamısı açıqca aşkar kitabdadır, lövh-i məhfuzdadır. Bunu düşünürdüm, yəni belədir ki, düz demirəm, siz də qulaq asırsınız, bilirsiniz də, amma mənim bildiyim budur ki, yəni elə, məsələn, burada deyilir, ata bətnində, ata belində, ana bətnində, dünyadakı sığınacaqları, ölüb dəfn ediləcək yerlərini Allah bilir əvvəldən. Bunlar lövh-i məhfuzdadır, amma alın yazısı yoxdur. Yəni, bunları ona görə Allahımız hər şeyi bilir, hər şeyi bilir. Bunları da ona görə Allahımız qeyd edir ki, yəni, elə bir şeylər var ki, biz seçim etmirik, öz iradəmizdən asılı deyil. Həmən şeylər, sayılan şeylər, dəfn ediləcək yerimiz, atamız, anamız, dünyadakı sığınacaqlar. Yəni, bunların hamısını biz bilirik ki, öz iradə azadlığımızla yox, yəni, mən bunu ilk dəfə Zaur Bəxşəliyevdən eşitmişim, düzdür də ki, yəni, biz seçim etmədən bizə yazılanlar var. Amma alın yazısı yoxdur.
Allah hər şeyi bilir də, hər şeyi bilir. Biz bunu etməsək, başqasını etsək, buna üst tutmasaq, başqasına üst tutsaq, hara getsək, kimlə rastlaşsaq, yaxud yerimizdə dursaq, kim bizə qarşı gəlsə, bizə sarı gəlsə, biz nə etsək, nə münasibət görsək, nə desək, nə eşitsək, bunların hamısının əvəzində nə olacaq və bunların hamısını Allah əvvəlcədən bilir ki, nə baş verəcəyini Allahımız hər bir şeyi bilir. Əgər atoma qədər, molekula qədər, hüceyrəyə qədər nə qədər olduğunu, hər bir canlının, hər bir şeyin nədən ibarət olduğunu, nə kəsb etdiyini Allahımız bilir, təyin edirsə, bilirsə, təyin etməyə qalın, indi izah edirəm. Yəni, bunlar əlbəttə Allah hər şeyi bilir. Təyin etməyə qalın, məsələn, deyirlər, xəstə uşaqlar var, sonra xəstə uşaqlar var, xəstə insanlar var ki, yəni niyə belə olurlar? Valla elm inkişaf eləməyib, ona görədir. Elm inkişaf eləməyib o qədər də. Elm yaxşı, yəni insanlar, Allahın ilk əmri oxudur və insanlar yaxşı-yaxşı oxusalar, insanlar yaxşı-yaxşı oxusalar, yəni özlərini mühafizə edə bilərlər. Yəni ki, bir xəstə uşaq doğulmaz. Elmin indi bir qədər qarşısını alırlar, ancaq tamamilə Allahımız tamamilə sağlam insanların dünyaya gəlməsini, sağlam yaşamasını təşkil etmək üçün, yəni bu Quranı göndərib, peyğəmbərləri göndərib, ilk əmri də oxud. Deyirlər, Allah xəstə uşaq yaradıb. Xəstə uşağı Allah yaratmır. Yaranacaq, hələ daha çox bir şeylər olacaq, ona görə ki, oxumaq. Məsələn, mən müəllim işləmişəm, kimya biologiya, indi əclaflara görə mənim diplomum batdı. İnanın ki, mən görürdüm, sinifdə 2-3 oxuyan uşaq var idi. Hər sinifdə 2-3 oxuyan uşaq. O da yox dərəcəsində. Yəni, belədir, ona görə də, belə olduğuna görə də heç kəs Allahdan inciməsin, edən özümüzük. İradə azadlığımız var. Elm oxumaq iradə azadlığından asılıdır. Xəstə uşaqlar doğulmaya bilər, onlar, məsəl üçün, elə uşaq var, məktəbə gedir, yaxşı yarıdanmır, oxuya bilmir. Onlar da elm inkişaf eləsə, onların da beyni yaxşı olar, qabiliyyətlərində. Allah hər şeyə, hər kəsə Allah ruzu verir, ya qabiliyyətinə görə, ya zehninə görə, ya eləməyinə görə. Amma hər bir kəs həm elm oxuya bilər, institut qutara bilər, həm də bir sənət sahibi olar. Deyirsən, deyilir, Yaponiyada elədir. Hər kəsin bir institut qutarmağı və bir sənət öyrənməyi var. Belədir ki, inkişaf olarsa, daha qoy bir dənə bunda oxuyun. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları günahlarından bağışlanma və böyük bir mükafat gözləyir. İndi bir dənə də bunun əvvəlini oxuyun. Elə bura qədər oxuyun inşallah. 9-cu ayəni. Əgər insana özümüzdən bir nemət daddırsaq, mərhəmət olaraq daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o məyus, ümidsiz olar, nankor olar. Əgər başına gələn bir müsibətdən sonra ona firavanlıq, səadət nəsib etsək, əgər başına gələn bir müsibətdən sonra ona firavanlıq, səadət nəsib etsək, mütləq artıq fəlakətlər məndən sovuşdu deyər və sözsüz ki, sevinib öyünər. Öyünmək olmaz, arxain olmaq olmaz. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Səbr etmək dirəşməkdir. Məhz onları günahlarından bağışlanma və böyük bir mükafat gözləyir.
burada deyilir ki, əgər başına gələn bir müsibətdən sonra firavanlıq, deməli, bundan qabaq ayədə Allahımız buyurur ki, əgər bir nemət daddırsaq, mərhəmət daddırsaq və sonra da onu geri alsaq, şübhəsiz ki, məyus olar, ümidsiz və nankor olar. Həqiqətən də insanda belədir. Ancaq səbr edənlər müstəsnadır. Səbr edənlər, yəni dirəşənlər. O yenə buyurur ki, əgər başına gələn bir müsibətdən sonra ona firavanlıq, səadət nəsib etsək, mütləq artıq fəlakətlər məndən soruşdu deyər və sözsüz ki, sevinib öyünər. Sevinib öyünmək olmaz və fəlakət elə ondadır ki, adam öyünür və soruşdu deyir, onda adam dalbadal daha çox günahlar törədəcəkdir. Arxayın olmaq olmaz. Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Yaxşı işlər görmək lazımdır. Məhz onları günahlarından bağışlanma və böyük bir mükafat gözləyir. Hələlik sağ olun. İnşallah gələn görüşlərə də hələlik.